AFFA U16 liqasında mövsümə böyük final oyunuyla yekun vurulub. Qızıl medallar uğrunda qarşılaşmada Neftçi və Qarabağ üz-üzə gəlib. Asko Arenada gərgin keçən oyun Neftçinin çempionluğu ilə başa çatıb. Görüşün 14-cü dəqiqəsində Emin Süleymanov komandamızı hesabda önə keçirib. (37-ci dəqiqədə Orxan Əliyev fərqi 2 topa çatdırıb. İlk hissə flaqmanın 2-0 hesablı üstünlüyü ilə bitib. Fasilədən sonra ssenari dəyişib. 53-cü dəqiqədə Qarabağın heyətində Onur Əliyev fərqlənib. Çempionluğa yaxın olduğumuz anda 89-cu dəqiqədə isə Riyad Qaradağlı bərabərlik qolunu vuraraq maçı əlavə vaxta daşıyıb 2-2. Qalibin müəyyənləşməsi üçün əlavə 30 dəqiqə oynanılsa da komandalar fərqlənə bilməyiblər. Nəticədə hər şey penaltilərlə müəyyənləşib. Həlledici anlarda komandamızın kapitanı və qapıçısı Nuraziz Əzizov 2 penaltini dəf edib, eyni zamanda 11 metrlik zərbəni dəqiq yerinə yetirərək çempionluğun əsas qəhrəmanına çevrilib. Çempionlarımız sevinclərini azarkeş qrupumuz Forza Neftçi ilə birlikdə yaşayıblar. Neftçi U16 komandası ilə ardıcıl ikinci dəfə çempionluq yaşayan Eldəniz Məmmədov hisslərini Neftçi TV ilə bölüşür. Eləyirəm təbriklərə görə. Beləsinə atmosferdə bizim borcumuzdur bu azarkeşləri sevindirmək. Həqiqətən inanılmaz bir hissdir. Finala gəldikdə final oyununa uşaqların hər birinə artıqlamasından təşəkkür edirəm. Xüsusən 3-4 dənə zədəli oyuncumuz var idi. Bir təhər səhər məşqlərə çağırdıq, axşam gəldilər, əziyyət çəkdilər. Həkimlərimiz yanında oldu. Buraxdıq, 120 dəqiqə oynadılar. Birincidən 23-cüyə kimi hamısını öpürəm, bağrıma basıram. Möhtəşəm oyun oynadılar. Vuruşdular, əsl belə qalib xarakteri hər birində gördüm. Təbrik edirəm bir də hamısını. Eldəniz müəllim, bu mövsüm Qarabağlı oyunda İlk 2 dövrədə də məğlub olmuşduq və qol vura bilməmişdik. Hətta ötən mövsüm bu komanda məhz U15 liqasında da Qarabağla oyunda mübarizəni dayandırmışdı play-off mərhələsində və final oyununda komandanı necə köklədiniz, necə, yəni həqiqətən də yüksək motivasiyada olduqları hiss olunurdu. İstəyərdim elə bu haqda danışasınız. Deməli, Qarabağın xüsusən də son oyunlarını, play-off oyunlarını, Sumqayıtla oyunlarını, ondan qabaq da bir oyunu səhv eləmirəm, uşaqlarla bir yerdə də analiz elədik. Mən İsmail müəllimlə bir yerdə analiz elədik. Rəqibin zəif yerlərini tapmağa çalışırdıq. Elə tapdıq da layiqli qollar vurduq. İstədiyimizi uşaqlar elədilər. Müəyyən tapşırıqlar vermişdik. Demək olar ki, uşaqların hamısı işin öhdəsindən gəldi. Kapitan Nuraziz Əzizov və ilk qolun müəllifi Emin Süleymanov da çempionluq haqqında danışıblar. Çox sağ olun, təbriklərə görə. Biz çempionluğa inanmışdıq. Daha əvvəldən, məşqlərdə çox məşq eləyirdik. Çempionluğu, yəni bir həftədən qabaq da bilirdik ki, biz çempion olacağıq.
Qol vurduğuma görə çox şadam. Komandam da çempion oldu. Əsas oyunun adamı Nur Əzizdir. Çünki nə qədər qurtarış elədim. Sağ ol. Təşəkkürlər Emin. Həmçinin Nur Əziz Əzizov da yanımızdadır. Nur Əziz, səni də qələbə münasibəti ilə təbrik edirik. Final oyununun qəhrəmanısan. Həm elə oyun zamanı etdiyin seyvlərlə, həm ardınca penaltilər seriyasında 2 penalti dəf etdin. Bundan başqa özün penaltidən qol vurdun. Hansı hisslər yaşayırsan? Çox sevincliyik. İl ərzində yay, qış əziyyət çəkdik, məşq elədik. Axırda bəhrəsini gördük, şükürlər olsun. Təbrik edirəm uşaqları da, İldə Əziz müəllimi də, hamını komandanı təbrik edirəm. İnşallah ardı gəlsin. Penalti yerinə yetirmək necə hiss idi? Bu cür məsuliyyətli bir oyunda, final oyununda penalti vurmaq bir qapıcı olaraq. Düzün desəm, biraz həyəcanım var idi. Amma özümə inanırdım. Və bir cınaz seçdim, ora vurdum və qol oldu. Çox sevincliyəm. Final maçından sonra isə mükafatlandırma mərasimi keçirilib. Komandalara mükafatları AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev və AFFA-nın yarışların təşkili departamentinin rəisi Emin Cəfərov təqdim ediblər. Turnirin ən yaxşı qapıcısı adına komandamızın kapitanı Nur Əziz Əzizov layiq görülüb. Sumqayıtlı oyunda qələbə qazanan Zirə 3-cü yerə sahib çıxıb. Neftçi kuboku başı üzərinə qaldırarkən Qarabağ gümüş medallarla kifayətlənib.